Salam, gəlin bir düşünək. Hər gün o qədər mesajla, reklamla üzləşirik ki, bəs belə bir dünyada bir marka, bir fikir necə seçilə bilər ki? Bax, bugün biz məhz bu sualın cavabını axtaracağıq. Əlimizdə Al Ries və Jack Trout'un marketinq klassikası pozisiyalaşdırma kitabı var. Bu kitab sadəcə səs-küylü bir dünyada danışmaqdan yox, yadda qalmaqdan bəhs edir. Yəqin siz də hiss etmisiniz. Hər tərəfdən üstümüzə məlumat yağır, elə deyil? Reklamlar, xəbərlər, sosial media, adamın başı şişir. Hətta bəzən dözülməz olur. Kitabın müəllifləri də bax elə buna həddindən artıq kommunikasiyalı cəmiyyət deyir və bu, müasir marketinqin bəlkə də ən böyük baş ağrısıdır. Gəlin biraz da dərinə gedək. Bu səs-küyün miqyası inanın heyrətamizdir. Markaların işi günü-gündən çətinləşir. Çünki onlar təkcə başqa məhsullarla rəqabət aparmırlar, həm də bizim diqqətimizi çəkən o sonsuz məlumat axını ilə mübarizə aparırlar. Bir anlıq təsəvvür edin. Amerikada adi bir supermarketə girirsiniz. Bilirsiniz orada neçə fərqli məhsul olur? Təxminən 40 min, yəni 40 min. Bir anlıq fikirləşin, bu qədər malın içində bir məhsul necə fərqlənə bilər? Və bu hələ sadəcə bir ərzaq mağazasıdır. Bütün dünyanı bir düşünün. İndi gəlin bu rəqəmlərə baxaq, bu vəziyyəti lap aydın göstərir. Baxın, ABŞ dünya əhalisinin cəmi 6%-dir. Amma dünyadakı bütün reklamların, təsəvvür edin, 57%-i məhz orada istehlak olunur. Bu nə deməkdir? Əsl kommunikasiya cəngəlliyi. Bu qədər səs-küyün içində mesajlar sadəcə itib batır da. Yaxşı, bəs bütün bu informasiya hücumuna beynimiz necə reaksiya verir? Əslində, çox ağıllı bir üsulla qapılarını bağlayır, yəni müdafiəyə keçir. Beynimiz həddən artıq yüklənməsin deyə gələn məlumatların çoxunu avtomatik olaraq filtrləyir, rədd edir. Bir növ spam filtr kimidir. Deməli, əgər mesajınız super aydın, super kəskin deyilsə, o filtrdən keçməyəcək, hədəfə heç vaxt çatmayacaq. Yaxşı, bəs çıxış yolu nədir? Bütün bu müdafiə divarlarını aşıb, o səs-küyü yarmağın bir yolu var. Kitabın müəllifləri deyir ki, bəli var. Və bu möcüzəvi həllin adı pozisyonlaşdırmadır. Gəlin indi baxaq görək, bu sadə səslənən, amma əslində çox güclü olan konsepsiya nə deməkdir? Bax, bu sitat hər şey deyil əslində. Pozisyonalaşdırma məhsula etdiyim bir şey deyil, müştərinin beyninə etdiyim bir şeydir. Söhbət məhsulu dəyişməkdən, ona yeni funksiya qatmaqdan getmir. Yox, söhbət insanların o məhsul haqqında nə düşündüyünü formalaşdırmaqdan gedir. Əsl döyüş bazarda yox, müştərinin beynində gedir. Yəni, belə deyək də, pozisiyalaşdırma bir növ beyin cərrahiyyəsidir, amma marketinq usuluyla. Sən məhsulu götürüb alıcının beynində elə bir yerə qoyursan ki, rəqiblərindən tamamilə fərqlənsin. Unutmayın, məhsulun özü dəyişmir. İnsanların ona baxışı, qavrayışı dəyişir. Bütün məsələ budur. Və burada çox vacib bir məqam var. Məqsəd sıfırdan nəsə yaratmaq deyil. Çünki bu demək olar ki, imkansızdır. Beyin boş vərək deyil axı. Əvəzində, məqsəd insanların beynində onsuz da olanları bir puzzle kimi görüb, öz markanı o puzzle'ın düzgün hissəsinə, boş qalan yerinə bağlamaqdır. Yaxşı, bəs bu beyin mübarizəsində necə qalib gəlmək olar? Hansı qaydalar var? Gəlin indi pozisyonlaşdırmanın əsas prinsiplərinə dalaq və görək klassik nümunələr üzərində bu strategiyalar necə işləyir. Qayda nömrə 1. Daha yaxşı olmaqdansa birinci ol. Bu, bəlkə də ən vacib qaydadır. Bir kateqoriyada beyinlərdə ilk yeri tutmaq sizə inanılmaz bir üstünlük verir. Çünki insanlar həmişə birinciləri xatırlayır. Niyə? Çünki ilk olmaq özü bir xəbərdir, amma daha yaxşı olmaq bu müzakirəyə açıqdır. Məsələn, Atlantik okeanını tək başına keçən ilk pilotu hamı bilir, düzdür? Bəs ikinci kim idi? Heç kim xatırlamır. Bu fikri daha yaxşı anlamaq üçün gəlin məhsul nərdivanı deyə bir şeyə baxaq. Təsəvvür edin, beynimizdə hər məhsul üçün bir nərdivan var. Birinci pillədə lider marka durur, ikinci pillədə ikinci və belə davam edir. Amma bir şey var, bu nərdivanlar çox uzun deyil. Adətən 2-3 pilləsi olur. Çünki beynimiz çox seçim olanda çaşıb qalır, bunu sevmir. Və bu nümunələr o nərdivan məsələsini əla izah edir. Məsələn, Avis. Onlar çıxıb demədilər ki, biz Hertzdən daha yaxşıyıq. Yox, əksinə dedilər ki, biz ikinciyik, ona görə də daha çox çalışırıq. Onlar Hertz'in liderliyini qəbul edib, özlərinə ikinci, amma çalışqan mövqeyi tutdular. Və ya 7up. O, Coca-Cola ilə kola nərdivanında döyüşmədi. Dedi ki, mən The Uncola, yəni kola olmayan içkiyəm. Tamamilə yeni bir mövqeyi yaratdı. Gördüyünüz kimi, bu beyin uğrunda döyüşdə harda olduğunuza görə oyunun qaydaları da dəyişir. Liderin strategiyası başqadır, onu izləyənin strategiyası tamamilə başqa. Gəlin indi bu fərqlərə baxaq.
Deyək ki, siz lidersiniz. Sizin əsas işiniz mövqeyinizi qorumaqdır. Heç vaxt çıxıb biz bir nömrəyik deyə qışqırmayın. Bu biraz özünə inamsızlıq kimi səslənir. Əvəzində orijinallığınızı vurğulayın. Məsələn, Coca-Cola necə deyir? The real thing, yəni əsl olan. Bir də rəqiblərin hər yeniliyini dərhal mənimsəyin ki, onların sizə qarşı istifadə edəcək silahı qalmasın. Yox, əgər siz izləyənsinizsə, onda işiniz daha çətindir, amma həm də daha maraqlıdır. Kreativ olmalısınız. Siz bazarda liderin girə bilmədiyi bir boşluq, fransızların dediyi kimi bir kreno tapmalısınız. Yaxud liderin ən güclü tərəfinə tapıb onu zəifliyə çevirməlisiniz. Və ən əsası, liderlə baş-başa döyüşməyin. Özünüzə birinci ola biləcəyiniz yeni bir döyüş meydanı yaradın. Buna ən klassik nümunə Volkswagen Beetle modelidir. O vaxtlar Amerikada bütün şirkətlər daha böyük, daha güclü maşınlar istehsal etmək üçün yarışırdılar. Volkswagen isə nə etdi? Tam tərsinə getdi. O, bazardakı o kiçik, qənaətçil avtomobil boşluğunu gördü və kiçik düşün şüarı ilə o boşluğu sadəcə fəth etdi. Deməli, bütün bu qaydalar, strategiyalar hamısı bizi bir fundamental həqiqətə gətirib çıxarır. Marketinqdə əsl döyüş meydanı supermarket rəfləri deyil, reklam lövhələri deyil. Əsl bazar istehlakçının beynidir. Bilirsiniz, sizin məhsulun həqiqətən də ən yaxşı olmasının heç bir mənası yoxdur. Heç bir. Vacib olan tək şey insanların beynində onun necə qavranılmasıdır. Yadda saxlayın, marketinqdə obyektiv həqiqət deyə bir şey yoxdur. Yalnız qavrayışlar var və bu qavrayışlar reallığın özünə çevrilir və insanların pul kisəsini idarə edir. Pozisiyalaşdırmanın ən yüksək səviyyəsi nədir bilirsiniz? Bir markanın insanların beyninə tək bir sözə sahib çıxmasıdır. Məsələn, Volvo deyəndə ağla nə gəlir? Təhlükəsizlik. FedEx – gecəlik çatdırılma. BMW – sürüş həzzi. Crest – diş çürüməsi. Hətta Xerox o qədər güclü bir mövqe tutub ki, biz surət çıxarma yerinə Xerox etmək deyirik. Bu markalar öz adlarını sadəcə beynimizə yazma. Yaxşı, bəs bütün bu mövqeyi beynimizdə nə saxlayır? Nədir o qarmaq? Cavab sadədir. Ad. Məhsulun adı o qarmağın özüdür. Markanı beynimizdəki o nərdivanı ilişdirib saxlayır. Əgər aldığınız yaxşı deyilsə, dünyanın ən yaxşı pozisiyalaşdırma strategiyası belə işə yaramayacaq. Çünki günün sonunda insanlar adları yadda saxlayır. Və sonda gəlin bu məsələni özümüzə tətbiq edək. Çünki bu prinsiplər təkcə böyük şirkətlər üçün deyil, həm də bizim üçün keçərlidir. Və sizin mövqeyiniz nədir? Öz karyeranızda, öz sahənizdə. İnsanlar sizin adınızı eşidəndə ağlına ilk nə gəlir? Hansı sözə sahib çıxmısınız? Biraz düşünün, çünki bu bəlkə də verəcəyiniz ən vacib karyera qərarıdır.